əvvəlki videoda sizdən fransız dilində sizinlə tanış ola bilərəmmi cümləsini qurmağınızı xahiş etmişdim. Bu videoda isə həmin sualımın cavabını verəcəyəm. Biz bu sual cümləsini qurmaq üçün est-que sual ifadəsindən istifadə edəcəyik. Bilirsiniz ki, est-que sual ifadəsini istifadə etməsəz də olar, amma etsəz daha bir rəsmi, daha xoşa gələn olar cümləniz. Və təbii ki, pouvoir modal feilini istifadə edək ki, cümləmiz nəzakətli alınsın. Tanış olmaq, tanışlıq sözümüz də təbii ki, faire connaissance'dır. Gəlin indi cümləmizi quraq. Est-ce que je pourrais faire votre connaissance? Bir yerdə deyirəm, est-ce que je pourrais faire votre connaissance? Sonda sizə bir sual, icazə verin, özümü təqdim edim. Bax, bu cümləni aşağıda mənim üçün yazarsınız.